Ustad Haqşinas var idi. Deyirdi, ən çətin hacətiniz olsa, sizə bir yol deyim, gedin Əli-Əsğər qapısına. Bir and var, bir dəmil məzlum. Sən and verirəm məzlumun qanına. Bir dəmil məzlum Əli-Əsğərin qanıdır. Kimin deyir çətinliyi olsa əlini Allah dərgahına qaldırsın, 3 dəfə desin, ilahi bir dəmil məzlum, bir dəmil məzlum, bir dəmil məzlum. Bu uşaq susundan yanırdı, ağlayırdı. Qadınlar bir-bir qucaqlarına alıb aram eləmək istəyirlər. Həl min nasirin yansuruni. Bir nəfər yoxdurmu mənə kömək eləsin? Əli-Əsğərin ağlamaq səsi uzaldı, xanımlar ağladı. İmam Hüseyin qayıtdı xeymiyə, bacı demişəm ucadan ağlamayın. Dedi, qardaş, elə ki dedim bir nəfər yoxdur mənə kömək eləsin. Bu uşaq körpə ucadan ağladı. Mənası budur ki, yəni ata gəldim köməyivə. Heç kəsin yoxdur. Mən olaram sənin məzlumiyyətinin sənədi. Elə ki imam əlini qaldırdı, dedi ki bu uşağın günahı nədir? Oxu atdı, sancıldı boğazına. Bir ox ki əvvəlfəzi atdan yerə sala. 6 aylıq uşağa neyniyər? İmam gördü ki boğazı üzüldü, düşdü qollarına. İmam Hüseyin əlini Allah dərgahına qaldırdı. İlahi, bilirsən niyə dözürəm? Sən baxırsan deyə bu müsibətə dözürəm. Uşaq çırpınır qucağında. İmam Hüseyin deyir, əbasını saldı onun üstünə. Bilirsiniz niyə? İstəmədi o vəziyyətdə anası görsün. Heç eşitmişsiniz məsum imam tərəddüd eləyə? Məsumda tərəddüd olar? Görünməyib. İmam Hüseyin bircə yer idi ki tərəddüd elədi. Bir addım gedir meydana, qabağa. Bir addım gəlir dala. Gedir xeymələrə, deyir, ilahi necə göstərim anasına? Qayıdır düşmənə tərəf. Axı düşmən də namərddir. Qalıb meydanda. Bir də deyirlər, hələ canı çıxmamışdı, uşaq çabalayırdı. Gözləyirdi canı çıxsın, aparsın. Ana necə görsün gözünün qabağında balası çabalayır?